Niyə də xoşbəxt olmayım ki? Çox xoşbəxtəm. Onu da qeyd edim ki, xoşbəxtliyə də layiq bir qadınam. Bunu hər zaman özümə söyləyirəm. Əlbəttə ki, mən səhnədə ifa edirəm. Bir qadın gəlib məni öpüb qucaqlayıb deyəndə ki, səni sevə-sevə balamın toyuna gətirmişəm. Dünyanın ən xoşbəxt insanı mən olurum. Bu sevgi hər kəsə nəsib olmur. Çox şükür. Mən belə başa düşdüm ki, sənətdə daha çox xoşbəxtsiniz. Biz də bu xoşbəxtliyi hər iki həyatınızda, həm sənət həyatınızda, həm şəxsi həyatınızda. Təşəkkür edirəm, minnətdaram sizə. Gülay Zeynallı dilə gəldi. Kiməsə görə mən özümü niyə çərrətməliyəm? Kiməsə görə mən niyə özümə əsəb verməliyəm? Bu dəfə o, var dövləti ilə şou əhlinə meydan oxudu. Qazancım var, ruzum var, bərəkətim var, evim var, eşiyim var. İfaçının